9 dərsliyində uşaqların qəbuluna situasiya sualı kimi düşmüş bir cümlə var. Onu oxumaq istəyirəm sizə. Təkamül mövzusundandır. Karl Linne ilə bağlıdır. Siz bilirsiniz ki, Karl Linne metafizikçi alim idi. Yəni kreasionizm nəzəriyyəsinin tərəfdarlarından biri idi. Kreasionizm nəzəriyyəsi nə deməkdir? Həyat, təbiət ilahi qüvvə tərəfindən yaradılıb və dəyişilməzdir. Onlar təkamülü qəbul etmirdilər, ümumiyyətlə inanmırdılar təkamülə. Karl Linne də həmin alimlərdən biri idi. O növlərin dəyişilməz olduğunu, sabit olduğunu düşünürdü. Həyatın sonuna yaxın növlərin dəyişilə biləcəyini qəbul etdi, amma səbəblərini izah edə bilmirdi. Və növün kriteriyalarından morfoloji kriteriya önəm verirdi. Yəni bitkiləri qruplaşdırdığı zaman onları xarici əlamətlərini nəzərə alaraq qruplaşdırırdı. Yaxud da heyvanların morfoloji quruluşuna önəm verirdi. İndi həmin cümləni buradan sizin üçün oxumaq istəyirəm. Linneyin sistematikasının çatışmayan cəhəti ondan ibarətdir ki, o növlərin sistemləşdirilməsi zamanı yalnız bir-iki zahiri əlaməti əsas götürürdü. Məsələn, bitkilərdə erkəkçilik sayı, heyvanlarda tənəffüs və qan damar sisteminin quruluş xüsusiyyətləri. Situasiyada düşən elə bu idi. Yəni heyvanlarda hansı orqanlar sisteminə önəm vermişdi heyvanları qruplaşdırarkən. İndi sizə bir sual. Deyin görək, Karl Linne təbiətin elementar vahidi kimi sistematik kateqoriyadan hansı taksonomik vahidi əsas götürmüşdü?